Hörmətli izləyicilərimiz, Masazır qəsəbəsində əlim yandı, 6 qaraj, tipli, böyük, geniş, 3 otağa malik, super təmir, qismən əşyalı satan evimizi sizə təqdim edirəm. Həyəti bu cür, kupçası var, əsas odur, həyətinə maşın girir, mərkəzi kanalizasiya, qaz, işıq, su, sayğazları var, yaşayışlı evdir, yeni bir evdir. Bu evin alt hissəsidir. Deməli, bu qaraj isə içəri otaqlar hamısı döşəmədən isitmə və kollektor sistemi, kollektor sistemin ön hissəsində isə kombi otağı, texniki otağı yerləşir. Bax, görürsünüz, hər tərəf hündürlüyü isə 2.30 hündürlüyündədir. Çox geniş, döşəməsi isitməli, super, yarıya qədər 60 santı metlaq daşı vurulub. Burada da belə bir yer var. Buranı da sanitar qovşaq eləmək mümkündür. Qismən əşyalı satılır. Evimizdə 2 kondisioner, mətbəx mebeli, bəzi yataq dəsti qiymətə daxil qalacaq. Qiymət 70.000 manatdan satışa çıxıb, real müştərilərə endirim olunacaq. Belə bir evlərin boş vəziyyəti Masazırın ən uzaq nöqtələrində 75.000 manatdan satışa çıxır. Bu isə 70.000 manatdan əsas prospekt yola 300 metr məsafədə yerləşir. Evin önünə qədər asfalt örtük var. Yəni əziyyət çəkmədən evə rahatlıqla çatmaq mümkündür. Evin salon hissəsi çox gözəl forma, gözəl təmir, qəşəng, gözəl dizayn olunub evimiz. Bax, bu cür evimizdə 2 ədəd kondisioner, biri salonda, qonaq otağı və biri isə girişdə yerləşir. Dediyim kimi 2 kondisioner, mətbəx mebeli və bir yataq otağının dəsti qiymətə daxil qalacaq. Bəzi əşyalar kim istəsə ev sahibi ilə razılaşa bilər. Təbii ki, qiymətdə artım olunarsa. Sanitar qovşaq və hamam otağı ayrı-ayrılıqdadır. Super vəziyyət burada da moydadır. Və burada duş sistemi, bu hamamımız, hamam otağımız. Bu isə sanitar qovşaq hissəmiz super vəziyyətdə. Hər bir şərait var. Əsas odur, evin kupçası var. İpoteka şərtlərinə uyğundur. İpotekası hazır olanlar müraciət edə bilər. Mətbəximiz, mətbəxdə görürsünüz, membran mebel, tavan hissəyə qədər yığılıb. Bu bir yataq otağımız, böyük yataq otağımız. Görürsünüz, klassik mebel, qabaret mebel də qoyulub. Hətta boş yerlərimiz də mövcuddur. Pəncərələr aydın şəkildə, heç bir qonşuya baxmır, rahat şəkildə. Bu isə bir yataq otağımız. Burada genişlik görürsünüz, əşyalar sıxışıb və rahat bir şəkildə buradan göstərir.